Bizim qonağımız var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bizdəndir. Amin müəllim, sabahınız xeyir. Sabahınız xeyir. Çox sağ olun dəvətimizi qəbul etdiyiniz üçün. Təşəkkür edirəm. Nazirlikdən deyirlər ki, biz hər həftə prokurorluğa məlumat göndəririk ki, bəs bu qanunsuz ağac kəsmələri ilə bağlı və ildə biz 3 dəfə, 4 dəfə belə desək, orta hesabla bir böyük hadisələrin də şahidi oluruq ki, məsələn, kütləvi şəkildə ağaclar kəsilib, yaxud şəhər mərkəzində belə bir hadisələr olub, sahibkarlar cərimələnib. Bunu görürük. Amma Nazirlikdən gələndə ki, yox, biz əslində hər həftə məlumat göndəririk. Bu daha da maraqlı oldu ki, deməli, bizim gördüyümüzdən, bizim zənn etdiyimizdən də daha çox belə hadisələr yaşanır. Kimlərdir bu ağacları kəsilənlər? Bir rəqəm var əlinizdə? Açığı rəqəmləri Nazirlik özü rəsmi desə yaxşıdır. Məndə biraz köhnə rəqəmlərdir. Amma həqiqətən də Nazirliyin verdiyi açıqlamada da həqiqətə uyğunluq çoxdur. Bilirsiniz, ölkə miqyasında götürəndə, hələ məsələn Bakıda mən deyərdim ki, paytaxtda və böyük şəhərlərdə əhali biraz, necə deyim, ayıq-sayıqdır. Yəni, elementar mən özüm şahid olmuşam bir İctimai Şuranın təmsilçisi kimi balkonundan görəndə ki, məsələn, qonşuluqda yerləşən ərazidə MTK kəsir ağacları telefonla hətta çəkib sosial şəbəkədə paylaşırlar və ona da artıq ictimaiyyətdə də onu çoxlu paylaşılanda Nazirlik həmən müfəttişini göndərib araşdırma aparmalı olur. Və təəssüf ki, məlum olur ki, ya fiziki şəxs mi, ya hüquqi şəxs mi bunu edir. Burada da bilmirəm indi hansı, belə deyək də, instansiyanın məmuru ona icazə verir. Çünki Ekologiya Nazirliyi, bilirsiniz, hər ağacın yanında da bir müfəttiş təəssüf ki, qoymaq potensialında deyil. Amma vətəndaşların da ayıq-sayıqlığı əslində müsbət faktordur. Deməli, vətəndaş ən azı bilir ki, bu təbii sərvət kimi bu ağaca cavabdeh olan dövlət qurumu Ekologiya Nazirliyidir. Yəni, başqa heç bir qurum əslində bu ağacların kəsilməsinə icazə verə bilməz bir mənalı şəkildə, belədir? Əlbəttə, məsələn, deyək ki, dövlət ehtiyacları üçün layihələr olur. Məsələn, yol layihəsi. O yol layihəsinin özünün keçdiyi marşrut boyu bəzən yaşıllıqlar olur, hətta kolluqlar, heç ağacdan danışmıyor. Onun belə o dövlət qurumu ətraf mühitə təsirinin qiymətləndirilməsi hesabatını hazırlayır, yəni qiymətləndirmə aparır. Və Nazirliyə təqdim edir ki, mən bu istiqamətdən biz yol çəkəcəyik, yolun eni bu qədərdir, bura filan qədər kol düşür, ağac düşür. Biz hətta orada çalışırıq o qurumda, yəni biz deyəndə Ekologiya Nazirliyi ictimai müzakirə keçirir, vətəndaş cəmiyyəti, QHT nümayəndələri, media da orada iştirak edir və çalışırıq o qurumdan xahiş edək ki, mümkünsə marşrutu da biraz belə deyək, dəyişək ya uzadaq, amma o ağacları, yəni köhnə ağaclarsa kəsməyək. İndi zərurət olanda olur bəzən, dövlət ehtiyacı üçün bu olur, amma qarşılığında da kompensasiya kimi bir ağacın 10 misli qədər ağac başqa yerdə həmin qurum əkir. Yəni, bu, demək istəyirəm ki, bunu edən qurum belə mütləq şəkildə Nazirliklə bunu razılaşdırmış formada edir. Yaxşı, bugün o sahibkarları ki, biz görürük, məsələn, kütləvi şəkildə və yaxud kütləvi olmasında hər hansı bir fərdi olaraq belə ağacları kəsirlər və sonra böyük miqdarda cərimə olunurlar, bəziləri hətta həbsinin nəticələrindən biz böyük hadisələri də bilirik burada, bəli. Yaxşı, bura gedənə qədər bilirsən ki, buna icazə lazımdır, bu nə bilim, qanunla tənzimlənən bir məsələdir, hər şeydən əvvəl ekologiyanı bir qorumaq lazımdır. Bunları hamısı, hər kəs özlüyündə bilir onsuz da. Nəyə güvənib gedir buna? Məncə, burada bilirsiniz, kommersiya maraqları daha çox üstünlük təşkil edir. Bu mənim subyektiv fikrimdir. Çünki bu sahibkarın kommersiya marağı varsa, o ərazidə investisiyanı qoyub, tikdiyi obyektin qarşılığında yaxın gələcəkdə yaxşı gəlir götürmək kimi bir perspektiv cəriməndə gözə alır deyirsiniz. O deyir ki, ev yox da cərimələyəndə də filan qədər xərclərimin içində getsin. Yəni, o yanaşma təəssüf ki var və yerli icra orqanımı deyim və yaxud da başqa bu tikinti ilə bağlı hansısa bir orqan, o da yerli səviyyədə, məsələn, ona hansısa formada söz verə bilər ki, sən et, mən çalışaram, ört-bastır edim. Bu da aşağı səviyyə məmurlarda təəssüf ki, olur. Yəni, hətta icra başçılarında şahid olmuşum, neçəsi o problemlə bağlı işdən də çıxarılıb, həbsdə olunub. Yəni, onu da edəndə o da maariflənmənin az olması ilə əlaqədardır. Yəni, bu həmin sahibkar uşaqlıqdan onda ekoloji təfəkkür formalaşsaydı, yəni ona valideynindən tutmuş, məktəbdə və ya universitetdə müəllimi də desəydi ki, çalış heç vaxt ağac kəsmə, üzr istəyirəm. Və yaxud da elementar ictimai siyasi prosesləri hamımız izləyirik, sahibkar da, vətəndaş da. Yəni, ulu öndərin elementar bir, belə deyək də, sözü, yəni ağacı kəsən mənim qolumu kəsir. Yəni, bu söz əgər ona bir ibrət vermirsə, ona bir mesaj vermirsə, deməli, ancaq insan öz mədəsini və maraqlarını düşünür. Deməli, təbiəti, o ağacın neçə insana
oksigen verdiyini, o ağacın kölgəsində kiminsə dincəldiyi onun üçün fərq eləmir, ancaq nəfsini və maddi marağını düşünür. Çox təəssüf ki, bu hallarla cəmiyyətdə rastlaşır, amma dövlət bunun üçün müəyyən etdiyi qurumlar var, yəni məsuliyyəti özlərinə götürən və nəzarət edən. Və ictimaiyyətin özü də buna, ictimai nəzarəti, ictimai qınağı artırsa ki, biz də bunu etməyə həmişə çalışırıq. Məncə bir müddət lazımdır, bəlkə də bir neçə il ya illər, amma vəziyyətin nisbətən daha yaxşı olmasına nail ola bilərik. Sözünüzdə haqq var. Bəzən bizdə münasibətlər belə tənzimlənir axı ki, eləmənlikdir. Ondan sonra vətəndaşlardan kimsə onun videoya çəkəndə, yayanda sosial şəbəkələrdə, bu ictimai qınağa səbəb olanda, onda artıq gözdən itir ki, yuxarı baxır artıq da, biz bir şey deyə bilmərik kimi və özü də aradan çıxır, sahibkar da qalır ortalıqda. Keçən il maraqlı bir hadisə olmuşdu, bizə şikayətlə müraciət eləmişlər, hansı rayondan indi yadıma gəlmir. Ki, ağac qalıb yolun ortasında, asfalt çəkiblər, ağac düz yolun ortasında qalıb. Əslində, mən o xəbəri təqdim eləyəndən sonra şərh elədim ki, adam düz eləyib, yəni kəsməyib, yolun ortasında ağacı saxlayıb, ətrafından asfaltı çəkib bu formada. İndi burada biraz tənzimlənməyən məsələlər var, söz yox. Bəlkə də icazə ala bilməyiblər, bəlkə də nə bilim, icazə vaxtı uzanıb yolu çəkmək, layihəni təqdim etmək lazım olub. Bir çox fərqli burada variantlar ola bilər. Bu və digər şəkildə, bugün bu cür qanunsuz ağac kəsmələrlə bağlı daha çox şəhərdən yoxsa rayonlardan? Rayonlardan olur, şəhərin özündə də olur. Əsasən şəhərin ətraf ərazilərində bu baş verir. Rayonlardan, regionlardan da Nazirliyin məsələn qaynar xətti var, 168 qaynar xətti. Ora çoxlu müraciətlər daxil olur. Bizim ictimai şura olaraq, yəni mənə sədr kimi və yaxud da üzvlərimizə hardansa elə sadəcə bir tanıdığımız bir adam kontaktımıza göndərir hansısa videonu və ya şəkili. Yəni müraciətlər var və təəssüf ki, bu neqativ hallar baş verir. İnsanlar ya bunun məsuliyyətini dərk etmir, ya onlar üçün təbiət o qədər önəmli deyil. Elə bilirlər ki, elə ətrafda çoxlu ağac görürlərsə, ağac nə qədər sistem var. Amma müqayisə edəndə əslində yaşıllıq resursuna görə Azərbaycan o qədər də varlı ölkə deyil. Və ümumiyyətlə dünya olaraq biraz təbiətə biganə yanaşmışıq vaxtında. İndi artıq fəsadlarını görürük. İqlim dəyişikliyi olsun, qlobal istiləşmə olsun və digər fəsadları görəndə artıq başa düşürük ki, biz harda səhv eləmişik və yavaş-yavaş çalışırıq ki, bu məsələlərdə biraz fərqindəlik yaradaq. Hansı halda ağac kəsilmələrinə icazə verilir? Yəni belə hallar yəqin ki, vardı. Yox, birmənalı şəkildə kəsmə deməzlər hər halda. Orada deməli, məsələn, elementar da ağac əgər təhlükə yaradırsa, məsələn, Bakıda təqribən 3 il bundan əvvəl Eldar şamlarında ciddi bir virus kimi deyək bir məsələ aşkarlandı. Ağacın içəridən müəyyən böcəklər idi, ağacı içəridən yeyib məhv etmişdi və ağacın bir növ gövdəsinin içi boş olduğuna görə biraz bərk külək olanda bir neçəsi qırıldı və yaxud da artıq onun qırılıb kiminsə həyatına və yaxud da əmlakına, avtomobilinə zərər vurma təhlükəsi varsa, bunu da əlbəttə ki, Nazirliyin müvafiq qurumlarının ekspertləri, mütəxəssisləri, müfəttişləri gedir. Bunu təsdiqləyən belə də sənədlər üzrə akt tərtib olunur və kəsilməsi zəruri hesab edilməklə kəsilir. Yəni o da ancaq o halda ki, hansısa bir ictimai, əhalinin sıx yaşadığı bir ərazidə kiminsə Allah eləməsi üzərinə düşə bilər və yaxud da avtomobilinin və yaxud da əmlakının zərər vura bilər. O hallarda var. Bir də ki, ictimai müzakirə əsasında dövlət ehtiyacları üçün aparılan hansısa bir tikinti və ya infrastruktur. İctimai əhəmiyyətli bir müəssisə ola bilər. Yəni, məsələn, çox, deyək ki, böyük bir tıxacın aradan qaldırılmasına töhfə verəcək bir yoldur, çəkilir. Orada indi 2 dənə, 3 dənə, 5 dənə ağac var. Yəni, burada elə ki, o ağacı kəsmək negativ hal olsa da, amma o tıxacın azaldılması özü nə qədər atmosferə karbon qazının buraxılmamasına səbəb olacaqsa, müqayisə edəndə o 5-10 ağacın yerinə 100 ağac əkmək üçün yer var, onu əkmək olar. Amma o zərurətdən irəli gələrək istisna hal kimi məcburiyyət qarşısında o ağacın kəsilməsi qərarı verilə bilər. Amma müəllim, bu deyirik, məsələn, kimsə də o ağacları kəsir və s. Sonra biz onu cərimə eləyirik. Sonra belə bir cəzası var ki, bunun get o ağacları təzədən ək yerinə. Yoxsa ağac getdi də artıq? Yox, cərimələr özü bir fonda yığılır. Yəni, o fonddan da əslində elə fondun da məqsədi ekoloji problemlərin həllinə töhfə verməkdir. Yəni, o cərimələrdən yığılan məbləğ sonra zaten ətraf mühitin qorunması məqsədi ilə xidmət edən layihələrə xərclənir. Burada artıq insan cərimələndisə, bu bir belə deyək də,
ingiliscə stick and power-lə Knut Pryanik kurslar deyir. Bizim dildə indi hansı həm elə ki cəza mexanizmi, həm də motivasiya vermə mexanizmləri var. Məsələn, bu cəza mexanizmidir ki, insan artıq bir dəfə cəzasını çəkəndə bundan sonra bunu etmək istəmir. Yəni onun ona necə baha başa gəldiyini görür. Amma bizim əslində hədəfimiz cəzalandırmaq deyil, hədəfimiz ağac itkisini daha az azaltmaqdır da, düzdürmü? Ona görə deyirəm ki, yəni burada məsələn siz deyən ki, bu cərimələr deyək ki, dövlət büdcəsinə gedirsə, o büdcədən deyək ki, ictimai maarifləndirməyə sərf olunan məbləğlər də var. Məsələn, qeyri-hökumət təşkilatları bugün Azərbaycanda çox fəaldır. Mən də onlardan birini təmsil edirəm. Gəlin biz bu maarifləndirmə məsələsini qısa reklam fasiləsindən sonra danışaq Amin müəllim. Əziz tamaşaçılar, mən qeyd edeyim ki, Ekoloji Təbii Sərvətlər Nazirliyindən nümayəndə bizləndir. Qısa reklam fasiləmiz var. Davamında biz bu ağac kəsilmələri ilə bağlı danışmağa davam edəcəyik. Buyurun. Bir daha sabahınız xeyir. Ekoloji və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bizləndir. Söhbətimizə davam edirik. Amin müəllim, təkrar sabahınız xeyir. Sabahınız xeyir. Maraqlı bir məsələyə toxundunuz, maarifləndirmə. Biz deyirik ki, tamam, bizim məqsədimiz insanları cərimələmək deyil. Sırf məqsəd bu deyil. Cərimələmək bir vasitədir. Ona görə ki, ağac kəsilmələrini azaldaq, ona görə ki, ekologiyanı qoruyaq və s. Və dediniz ki, bəli, biz bunu bu yolla edirik ki, bu cərimələr gedir büdcəyə və büdcədən maarifləndirmək üçün xərclənə bilər və yaxud olur da indi yeni ağaclara əkilir, belə hadisələr olur. Çox sürətli olmasa da olur. Maarifləndirmə işləri necə? Sizcə yetərlidir? Maarifləndirmə işləri belə deyək də, burada əsas... Baxın, bəzi ölkələrdə, çox üzr istəyirəm, sözünüzü kəsirəm. Qardaş Türkiyənin özündə də sosial video şərhlər olur. Televiziya ekranlarında gedir, biz bunu görürük. İstər tütün məmulatlarını tərk etmək istiqamətində, istər ekologiyanı qorumaq istiqamətində. Bizdə də bəzən o reklam şərhləri olur. Çox vaxt video formatında olmur. Biz reklam lövhələrində, küçələrdə görürük onu, yaşılı qorumaq istiqamətində və yaxud sosial şəbəkələrdə müəyyən qədər görə bilirik. Yetərlidirmi? Hardasa belə deyək də, müəyyən səviyyə qədər bu effekt verir. Amma burada bilirsiniz, indi müasir texnologiyalar bizə imkan verir ki, az məbləğ sərf etməklə çox auditoriya çıxmaq mümkün olsun. Yəni, bu reklam lövhəsi olsun, video çarx olsun, bu media alətləridir. Amma eyni zamanda, məsələn, burada çox vacibdir. Bilirsiniz, çox uşaq yaşlardan bunun edilməsi. Məsələn, burada təhsilin önəmi çox vacibdir. Məktəbə qədər hətta təhsilində. Deyək ki, bağçalardan, uşaq bağçalarından və yaxud da məktəblərin ibtidai sinifindən artıq bu istiqamətdə, deyək ki, ibtidai sinif müəllimləri özləri, yəni təkcə coğrafiya, təbiətşünaslıq müəllimi deyil, elə ümumi sinif müəllimi belə uşaqlarda o bitkiyə və ağaca, yaşıllığa sevgini onlara aşılasa, eyni zamanda bunu əlbəttə valideyn ilk növbədə uşağı məktəbə göndərmişlər. Çox əla məqam. Çünki bu təbiətə qarşı bu duyarlılıqmı deyək, anlayışmı deyək, bu uşaqlıqdan formalaşmalıdır. O beynin alt şuurda o oturmalıdır. O olsa heç gələcəkdə o uşağa o multimedia aləti lazım deyil. O artıq o tərbiyəni, o yaşıllığa sevgi ilə alırsa, o orada... Bəlkə Təhsil Nazirliyi ilə bir əməkdaşlıq çərçivəsində eləyirik biz. Biz məsələn, İctimai Şuralar bizim Ekologiya Təbii Sərvətlər Nazirliyinin İctimai Şurası ilə Təhsil Nazirliyinin İctimai Şurası arasında bir il bundan əvvəl görüş oldu və bu məsələlərdə əməkdaşlıq müzakirə etdik. Məktəblərə səfərlər eləmək belə bir... Bəli, yəni ekspertləri gətirmək, hətta müəllimləri bu istiqamətdə maarifləndirmək ki, 45 dəqiqə dərsin həftədə bir dəfə bir dərsin 3-5 dəqiqəsində buna mütləq ayırın. Nəsə, uşaq üçün əyləncəli bir şey edin, yığın bir dibçəyin, gülün ətrafına, biraz danışın. Nəsə, dərsliklərə də tövsiyələr verə bilərsiniz ki, dərsliklərdə... Olar, əlbəttə, dərsliklərdə də, bukletlər də bəzən paylanır olur, amma burada, bilirsiniz, müəllimlərin özünün maarifləndirilməsini bu istiqamətdə artırsaq, o müəllimlər özü artıq bizim bir mesajımızı çatdıranlar olacaqlar və bizim üçün də çox strateji cəhətdən vacibdir ki, o ibtidai sinif partasında oturan uşağı artıq hər gün və ya hər həftə bunu aşılasınlar. Ondan sonra biz yeni bir nəsil böyütmüş olacaq ki, onlar özləri heç vaxt milyardı da olsa, orada milyard
gəliri də olsa, o heç vaxt ağacları kəsmək istəməyəcək. Ağacları kəsməyəcək, suyu boşluğa açmayacaq. Bəli. Və digər Bütün təbii ehtiyatlara, ətraf mühitə çox humanist yanaşacaq. Amin, mən təşəkkür edirəm. Çox sağ olun ki, bugün bizlə idiniz. Əziz tamaşaçılar, Ekologiya Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bizlə idi. Biz təşəkkürümüzü bildiririk və bir daha buradan yaşılı qoruyaq, yaşılı sevək, təbiəti qorumaq üçün biz də xırda da olsa, kiçik də olsa addımlar ataq deyirik və buraxılışımıza qaldığımız yerdən davam edirik. İndi